son zamanların aktual problemi olan gənclərdə, yeniyetmələrdə, yaşlılarda, demək olar ki, hər kəsdə həddindən artıq telefon asılılığı bizim hormonlarımıza necə təsir göstərir, bu haqda danışmaq istəyirəm. Əlbəttə ki, telefonda uzun müddət olmaq bizim yuxu balansımızı ilk növbədə pozacaqdır. Axşam 9-10-dan sonra gözə mavi işığın düşməsi bizdə melatonin ifrazının pisləşməsinə və yuxu rejimimizin pozulmasına gətirib çıxardacaqdır. İnsanlar daha gec yatmaları isə bizim gecə sirkad ritminin pozulmasına və gecə ifraz olunan hormonların isə piklərə çatmamasına, yəni ən yüksək səviyyəyə çatmamasına səbəb olacaqdır. Nəticədə gündüz əmək qabiliyyətimizin aşağı olmağı, halsızlıq, xronik yorğunluq, saç tökülmə, diqqət və konsentrasiyasının pozulması ilə özümüzü qarşı-qarşıya görəcəyik. Başqa faktorlardan biri də stres hormonlarının ifrazıdır. Davamlı telefon və gadjetlərdən istifadə, müxtəlif xəbərlərin, stresli situasiyaların aramsız izlənməsi pasiyentdə stres hormonlarının davamlı yüksək olmasına və orqanizmin tükənməsinə gətirib çıxardacaqdır. Tez yorulmaq, halsızlıq və yaşımıza xarakter olmayan bədbinlik kimi əlamətlərin yaranması ilə özünü göstərəcəkdir. Digər faktorlardan biri də uzun müddət telefon və gadjetlərdən istifadə edən pasiyentlərin uzun müddət oturaq şəkildə olması, oturaq şəkli ilə əlaqədar olaraq fizikin aktivliyin azalması ilə əlaqədar olaraq mübadilənin pozulması, cinsi hormonların azalması, insulinin artması və insulin dirəncinin yaranması gələcəkdə diabet, artıq çəki, yüksək təzyiq kimi fəsadlarının özünü göstərə biləcəkdir. Ona görə də hal-hazırda müasir texnologiyaların olmasının müsbət tərəflərinə yanaşı, həddən artıq mənfi tərəflərini də nəzərə alaraq balanslaşmış şəkildə telefonların istifadəsi, hər 20 dəqiqədən bir, heç olmasa 20 dəqiqə, yarım saatın fasilə verməsi, bu fasilə saatında maksimum fiziki aktiv olmağa, bol təmiz havada olmağa çalışmaq bu vacib kriteriyalardan hesab olunur. Özünüzə yaxşı baxın. Sonda bu videonun daha çox gənclərə, insanlara çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.